Qoymaram ki, keratin sektorunda adımız batsın. Deməli, xanım Afganistanlıdır, artıq 2 ildir Bakıda yaşayır və bütün ustaları ələk-vələk edib, öz saçlarını düzləşdirə bilməyib ki, bilməyib. Son halı bu vəziyyətə gəlib düşüb, saçları yıpranır, dolaşır və qırıla-qırıla gedib uclar seyrəkləşir. Xanım şoka düşmüşdü ki, mən saçı dərhal yuyub qurudub ona təhvil verdim. Sevincindən bacısına zəng vurub, sevinə-sevinə məlumat verdi ki, nəhayət ki, mən istədiyimi əldə etdim.